Hər saatın bir hökmü var. Bu deyimin mənası nədir? Həyatda bəzən tələsirik, bəzən də ümidimizi itiririk. Elə anlar olur ki, nəticəni dərhal görmək istəyirik və ya bir çətinliyin əbədi davam edəcəyini düşünürük. Məhz bu məqamda əcdadlarımızın müdrik bir kəlamı köməyimizə çatır. Hər saatın bir hökmü var. Bu ifadə Azərbaycan xalqının həyata baxışında səbr və zamanın axışına hörmət kimi dəyərlərin nə qədər dərin kök saldığını göstərir. Bəs bu ifadə əslində nə demək istəyir? Sözlərin mənası saat və hökm. Bu deyimi tam anlamaq üçün onun tərkib hissələri olan saat və hökm sözlərinin mənasına nəzər salmaq vacibdir. Saat. Bu söz burada təkcə 60 dəqiqəlik zaman ölçüsünü bildirmir. Daha geniş mənada bu hər hansı bir zaman, vaxt, an və ya dövr mənasını daşıyır. Hökm. Bu söz bir vəziyyətə xas olan qərar, qanun, nəticə və ya şərt mənasında işlənir. Bu həm də həmin anın dəyişməz reallığı, konkret bir vaxta xas olan idarə edici prinsip və ya qanuna uyğunluq deməkdir. Yəni hər anın özünə məxsus qaydası və gətirdiyi nəticəsi var. İndiki sözlərin hərfi mənasını anladıq. Gəlin onların birlikdə yaratdığı daha dərin mənaya nəzər salaq. Deyimin dərin mənası. Hər anın öz dəyəri var. Bu deyimin əsas ideyası ondan ibarətdir ki, zamanın hər bir anı unikaldır və özünə məxsus şərtlərə tabidir. Bu fikri 3 əsas aspektdə anlamalı. 1. Səbir və düzgün zaman. Hər bir işin görülməsi, hər bir hadisənin baş verməsi üçün uyğun bir vaxt var. Bəzən bir işi tezləşdirməyə çalışmaq ziyan gətirə bilər. Bəzən də ləngimək imkanı əldən verməyə səbəb olar. Bu deyim bizə öyrədir ki, hər anın tələbinə uyğun hərəkət etmək, bəzən gözləmək, bəzən isə tələsmək lazımdır. 2. Dəyişkənlik. Həyat sabit deyil, daim dəyişir. Bugünün şərtləri, çətinlikləri və ya uğurları sabah fərqli ola bilər. Hər saatın bir hökmü var. İfadəsi xatırladır ki, pis bir vəziyyət əbədi deyil və zamanla hər şey dəyişə bilər. Eyni zamanda yaxşı anların da qədrini bilmək lazımdır. Çünki o anında hökmü müvəqqətidir. 3. Hər anda bir imkan. Hər bir zaman kəsiyi özü ilə birlikdə yeni bir imkan, dərs və sınaq gətirir. Bu anda mümkün olmayan bir şey başqa bir anda reallaşa bilər. Bu səbəbdən hər anın dəyərini bilmək və onun gətirdiyi imkanları düzgün qiymətləndirmək vacibdir. Beləliklə, səbirlə, doğru zamanı gözləmək, həyatın dəyişkənliyinə hazır olmaq və hər anın gətirdiyi imkanı dəyərləndirmək bu deyimin bir-birini tamamlayan 3 əsas dərsidir. Yekun fikir, zamanın müdrikliyi. Beləliklə, bu deyim sadəcə pasiv şəkildə gözləməyə bir çağırış deyil. Əksinə, zamanın tələbini fəal şəkildə anlamaq üçün bir bələdçidir. O bizə səbirli olmağı, dəyişkinliklərə uyğunlaşmağı və hər anın gətirdiyi imkanları və ya çətinlikləri dərk etməyi öyrədir. Hər saatın bir hökmü var. Deyimi bizə zamanın axışına hörmət etməyi, səbirli olmağı və hər anın özünə məxsus dəyərini və şərtini anlamağı öyrədən bir müdrik dərsdir. Nə çox tələsməli, nə də ümidini itirməlisən. Çünki hər an öz həqiqətini gətirir.